Salam, hər vaxtınız xeyir olsun. Əziz və hörmətli Keyvət mütəxəssisləri, dəyərli həmkarlar. Keyvətin dərdməsi mövzusu davam edirik. Son illər diqqətimi çəkən bir problemlə bağlı fikirlərimi paylaşmaq istəyirəm. Müəyyən bir layihələrdə, tikinti layihələrindən söz gedir. Əksiklər olur. Təbii olaraq insan xətası deyək. Demək, tikinti məcəllələrinin bu ilə bağlı müəyyən tələbləri var. Tikinti və şəhərsalma məcəlləsinin arxada fonda gördüyünüz 15-ci maddə tikintiyə dair normativ sənədlər sistemini müəyyən edir. Arxada gördüyünüz kimi fonda. Və diqqətinizi layihələndirmə ilə bağlı məlumata çəkmək istəyirəm. Normativ sənədlər sistemi eyni zamanda standartlaşma haqqında Azərbaycan Respublikasının qanununda da 5-ci maddəsində də tələb kimi qeyd edilmişdir. Ümumiyyətlə, keyfiyyətin dərdməsi mövzusu deməli, çox geniş bir mövzudur və biz əgər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə baxsaq, bu faiz nisbəti ilə göstərilmiş bir məlumatdır, amma diqqətinizi burada 2 rəqəmə 33% sənaye və 6,5% tikinti. Yəni sadəcə sənaye tikinti sahələri təqribən Azərbaycanın iqtisadiyyatının 40%-nə yaxındır. Ona görə yəni mənim işlədiyim sektoru əhatə edir. Sənaye və tikinti sektorunu əhatə edir. Ona görə mənim üçün bu rəqəmlər önəmlidir. Bu sahənin keyfiyyət meyarları iqtisadiyyatımızın 40%-ni təşkil edir. Ona görə bununla bağlı demək Azərbaycan Respublikasının dövlət tikinti norması var. Hansı ki bir çoxumuzun tanıdığı AZDT-in 1.6-2 standartı dövlətin minimal olaraq tikintinin təşkili ilə bağlı tələbləri bu standartın içində əks edilir. Deməli, tikinti məcəlləsinin eyni zamanda 8-ci maddəsinə diqqətinizi çəkmək istəyirəm. Yəni, Azərbaycan Respublikasının deməli, ümumiyyətlə sosial minimumlarının təmin edilməsi ilə bağlı tələb var. Yəni, dövlətimiz çox gözəl bir sistem qurmuş və qarantör olaraq təhlükəsizlik təmin olunmasına bağlı sistemi yaratmışdır və ümid edək ki, həm dövlət, həm özəl sektorunda işləyən mütəxəssislərimiz layiqincə bu öhdəliklərini yerinə yetirəcək. Burada açıq-aşkar yazılır ki, normativ hüquqlar, aktlar yəni sosial minimumları təmin etmək üçün yaradılmışdır. Eyni zamanda demək 19-cu maddə standartlaşma haqqında qanunun 19-cu maddəsi qeyd edir ki, əgər hər hansı bir deyək ki, norma müəyyən edilməyibsə, həmin bu en sözü gedən bir işlə bağlı norma layihəçi tərəfindən müəyyən edilməyibsə, Azərbaycanda mövcud və təsdiq edilmiş deməli standartlar riayət edilməsi zərurəti var. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.